Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Deməli, bazar günü ayın neçəsi idi? Ayın 19-unda hədəfin keçirdiyi sınaqdan 11-ci siniflərin informatika suallarının izahına baxaq. Birinci sual: sahil dostunu ziyarət etmək istəyir, amma o mənzil nömrəsini unudub. Lakin o mənzil nömrəsinin hər bir rəqəmi tək olan 2 rəqəmli ədəddən ibarət olduğunu xatırlayır. Sahilin neçə müxtəlif variantı var? Deməli, mənzilin B-sinə deyək də, nə edirdi? Nömrəsi 2 rəqəmli ədəddir və hər birində tək rəqəmlər ola bilər. Hər birində tək rəqəmlər ola bilərsə, burada təbii ki 1, 3, deməli 5, 7 və 9 ola bilər. Burada da eyni zamanda 1, 3, 5, 7 və 9 ola bilər. 5 variant burada var, 5 variant burada. 5 dəfə 5 sizdə neçə yeyəcək? 25. Cavabımız olur nə? C variantı. İkinci sual: 65 səhifədən ibarət olan failin sonuncu səhifəsindən başqa qalan bütün səhifələri, yəni 64 dənə səhifəsində, yəni bunu ayrıca ağ yer düzəldək. Aha. Deməli 64 dənəsində, yəni 206 vurulsun. 128 sətirdən ibarətdir. Vurulsun 207. Hər sətri ASCII standartına kodlaşdırılmışdı. ASCII-də onsuz da bilirsiniz ki, bir simvol 1 baytdır. Ona görə yazmıram. 256 simvoldan ibarətdir. Deməli 64 səhifə, 128 sətir və 256 simvol. Vurduq bundan neçəyə? 2 üstündə 8-ə. Failin sonuncu səhifəsində deməli nə var? 2048 vurulsun 1024 ölçülü RGB rəng modelində kodlaşdırılmış qrafik təsvir yerləşdirilmişdir. Son bir səhifəsində də 2048 yazırıq, 2 üstündə 11 vurulsun 2 üstündə 10, yəni 1024 vurulsun 3 bayta. Əla, bura bitdə idi. Yox, bitdə yox, burada baytda idi. Deməli belə. Bu fail şəbəkə ilə göndərilməzdən əvvəl elə kodlaşdırılır ki, failin həcmi 75% azalır. Bu fail 2 kilobayt bölünsün saniyə sürətə malik şəbəkədə neçə saniyəyə göndərilir? Deməli, gəlin bunda baytdan kilobayta çevirək, axırda cavabı kilobaytla istəyir. Elə bəri başdan çevirək, bunu da çevirək. Bunlar gedəcək, buradan sizə qalacaq 2 üstündə 11 vurulsun 3, 2 üstə 11 də sizdə deməli 2048-i 3-ə vuranda 6144. 6144 kilobayt budur. Yuxarıda deməli 10-dan getsin burada. Bunlar gedəndə buradan bizə neçə qaldı? 2 üstündə 11 qaldı da burada da, düzdürmü? 2 üstündə 11. 2 üstə 11, bu da yəni 2048 kilobaytdır mətnimizdir bizim. 2048-in üstünə 6144 gəndə 8192 yeyəcək də, düzdür? 8192 kilobayt. Yəni 2 üstə 13. 2 üstə 13 kilobayt. İndi bizdən deyir ki, və bu failin həcmi 75% azalır. Ondan sonra da 2 kilobayt bölünsün saniyə sürətə malik şəbəkədə neçə saniyə göndərilir? Bu 75% azalarsa bunun yerdə qalır 0,25-i, düzdür? Bölünsün neçəyə? Deyir 2-yə. 2 kilobayt bölünsün saniyə sürətdə. Bu da bundan təbii ki, gələndə sizə burada qalacaq 2 üstündə 12 vurulsun 0,25. Bu da yəni 2 üstə 12 vurulsun 4də 1 deməkdir. Bölürsünüz 2 üstə 2-yə. Buradan da sizə neçə qalacaq? 2 üstündə 10. 2 üstə 10 neçədir? 1024. Cavabımız nə olur? A variantı eləmiş olacaq. Keçək üçüncüyə. 232 rəng çalarına malik qrafikada 1 pikselin həcmi nə qədərdir? 1 pikselin həcmi 232 deyirsə 32 bitdir. Cavablarda gördüyünüz kimi 32 bit yoxdur. Ona görə 8-ə bölək. Yeyəcək neçə? 4 bayt. C variantı. Aşağıda verilmiş qraf informasiya modelinin tillərinin sayını müəyyən edin. Burada tilləri sayıb özünüzü dolaşdırmağa ehtiyac yoxdur. 1, 2, 3, 4, 5, 6. 6 təpəsi var. 6 vurulsun. Hər təpədən görürsünüz ki, sizdə neçə dənə tel çıxır? 5 dənə. 1, 2, 3, 4, 5. 6 vurulsun 5 və bir tilində 2 baş olduğuna görə bu təkrarlanmanı da aradan qaldırmaq üçün bölürəm bunu 2-yə. Burada mənə qalır 3 vurulsun 5 bərabərdir 15 dənə til eləyəcək A variantı. Keçək növbətiyə.
Ticarət mərkəzinin hər mərtəbəsində olan xəritədə çertyojlarla binada olan mağazalar, obyektlər haqqında məlumat tam əks olunub. Beləliklə, turistlər bina ilə bağlı bütün məlumatları rahatlıqla əldə edirlər. Burada informasiyanın hansı xassəsi əks olunur? Tamlıq xassəsi də, yəni bütün məlumatlar tam şəkildə deyil, əks olunub. Beləliklə də turistlər bina ilə bağlı bütün məlumatları rahatlıqla əldə edirlər. Tam əks olunub və bütün məlumatları da əldə edirlər. Tamlıq xassəsi olacaq. 6-cı. 10 megabayt həcmi olan qrafik faylın yalnız rəng çağrıları 1024-dən 32-yə qədər azalmışdır. 1024-də siz bilirsiniz ki, 2 üstü 10-dur da, yəni 10 bitdir. 32-də də bilirsiniz ki, 32 2 üstü 5-dir, yəni 5 bitdir. Əvvəl 10 bitlə hesablanıb, indi 5 bitlə hesablanıb. Düzdür? 2 dəfə azalma varmı? Var. 2 dəfə azalma var. Bu zaman piksel sayı necə dəyişmişdir? Cümlənin axırını heç oxumadım. Sonra oxusaydıq bunu nəyə deyirdim ki? Piksel sayı dəyişməyəcək. Y variantı. Elə bildim nəsə hesab var, axıra qədər oxumadım. Deməli, 32 simvolluq əlifbada kodlaşdırılmış məlumat 24 simvollu əlifbaya çevrildikdən sonra deməli x məlumatım var mənim. 32-də idi, 1024-də keçib, düzdür? 5 bitdən 10 bitə keçibsə 2 dəfə artım var, vurulsun 2. Ondan sonra 5-də 2-si silinib. 5-də 2-si silinibsə bunun əlimizdə qalıbdı 5-də 3-ü. Vurduq 5-də 3-ə. Bu nöqtə yaxşı yerə düşmədi. Hə, vurduq bunda 5-də 3-ə. Ondan sonra nə deyir? 50% arxivləşdirilmişdi. 50% arxivləşdirmək nə deməkdir? Yəni yarısı silinəcək, böldü 2-yə. Baxın, hamısını yığıram eyni kəsrə. Bundan sonra məlumatın həcmi 30 bayt olmuşdu. Bərabərdir neçəyə? 30 deyir bayt olmuşdu. Məlumatın ilkin həcmini hesablayın. Və hesabımda buradan x bərabərdir. Daha doğrusu 2-ni çevrəndə 6x bərabərdir. 5 vurdunuz 2-yə 10, 10 da vurdunuz 30-a elədi 300. Buradan da x bərabərdir. 300-ü böldünüz 6-ya, bu da sizə neçə verdi? 50, düzdür? 50 nə? Bayt verdi. 50 bayt verdi. Bizdə də görürsünüz ki, 50 bayt cavabı yoxdur. 50 bayt cavabı da yoxdursa mən məcburam ki, bunu çevirim bitə də. Bitə də çevirəndə neçə yeyəcək? 400 bit D variantı eləmiş olacaq. Yəni vurursunuz neçəyə? 8-ə. Bu deyir 400 bit. 256 simvol əlifbada hər bir simvolun informasiya həcmi neçə bitdir? 256 bizdə 208-ə bərabərdir. Hər bir simvolun həcmi olacaq nə qədər? 8 bit. B variantı. 9. 8 megabayt həcmi olan qrafik faylın rəng çağrıları 16 dəfə azaldı. Nəticədə faylın həcmi 2 megabayt azalmış oldu. Qrafik təsvirin ilkin versiyasındakı rəng çağrılarının sayını tapın. Deməli, ilkin rəng çağrılarını biz bilmirik də 2 üstü x-dir, düzdürmü? 16 dəfə azalıbsa 2 üstündə 4-ə bölüb də bunu. 16-ya bölürəm. Burada yeni rəng çalar neçə olacaq? 2 üstündə x minus 6 nə idi? 4. Düzdür? 4. Bax, bu yeni rəng çalar nə idi? Daha doğrusu yeni rəng dərinliyimiz nə qədər oldu? X minus 4. Köhnə x idi. Yeni nə qədər oldu? X minus 4. Yəni x olanda bu 8 megabayt oldu. X minus 4 olanda olubdur nə qədər? 8-dən 2 megabayt azalıbsa, yerdə qalıb 6-sı. 6 megabayt olubdur. Burada da deməli tənasibdə 6x bərabərdir 8x çıxılsın 32. 32 bu tərəfə getirsək, 6-nı bu tərəfə getirsək, burada bizə qalacaq neçə? 2x. Buradan da x-imiz bizim bərabərdir nəyə? 16-ya. Bizdən nə istəyirdi? İlkin versiyadakı rəng çağrılarının sayını. Biz 16-nı tapdıq, x-i tapmışıq. Yəni x bizdə nəyə bildirirdi? Rəng dərinliyini. Çaları da tapmaq üçün təbii ki 2 üstündə 16 A variantı eləmiş olacaq. Deməli, aşağıdakılardan hansı doğrudur? A variantında 200-dür, 32-dir, 42-dir. Gəlin oxuya bildiklərimizə baxaq, bəlkə cavab çıxdı. Roma rəqəmləri mövqeyli say sisteminə aiddir. Xeyr, mövqeysizdir. Əsası n olan say sisteminin ən böyük rəqəmi n-dir.
Xeyr, n-1 deyim. Məsəl üçün, deyirəm 8-lik say sistemi. Bu 8-lik say sistemin əsası düzdür. Ən böyük rəqəm neçədir? 7. Yəni n-1 ilə. Bu da səhvdir. Onluq say sistemindəki 16 üstü n-1 ədədinin 16 üstü n yox, minus aşağıdadır. 16 üstü n-1 ədədinin 16 say sistemindəki yazılışında olan bütün rəqəmlər f-dir. Hə, bu düzdür. Deməli 16 üstü n ədədi, məsəl üçün deyirəm 16 üstü məsəl üçün 5. Tutaq ki, minus 1 ədədi deyir də, düzdürmü? 16 üstü 5 bizdə nədir? 1 dənə 1-dir, 5 dənə 0-dır. Aydındır. İndi siz bundan 1 çıxanda siz nə alasınız? Bundan bir dənə əvvəldə olan ən böyük 5 rəqəmli ədədi alırsınız. Yəni F və F bunu alırsınız. Yəni siz bu 5 dənə F-in üstünə 1 gələndə də bunu alırsınız da, qayıdıb da çıxanda təzədən bunu almış olursunuz. Bu da deyir ki, həmin bu 16 üstü n-1 ədədinin 16 say sistemindəki yazılışında olan bütün rəqəmlər F-dir. Yəni bəli də, mən bundan 1 çıxanda təzədən hamısı nəyə çevriləcək? F-ə. Cavabımız oldu nə? D variantı. 11-ci 2 üstü 20 plus 2 üstü 20 deyəsən elə hə eyni şeydir. 2 üstü 20 onluq ədədi kompüterin yaddaşında neçə bit yer tutur? Bu eləcək neçə? 2 üstündə 21-də təbii ki, düzdür. Bu 2 üstü 21-də nə deməkdir? Yəni bir dənə 1-dir burada. 21 dənə də arxasında 0 var. 21 dənə. Yəni neçə rəqəmli oldu? 22 rəqəmli. Neçə bit eləyəcək? 22 bit. B variantı. Yəni 0 və 1 hərəsi 1 bitdir də. Ədədin ikili say sistemindən onluq say sisteminə çevirin. Bu adi bir şeydir. Deməli 1 0 1 1 1 4 dənə idi hə. İkili say sistemində 0 1 2 3 4 bu da 5 düşəcək. Deməli bərabərdir. Bax 1 vurursun indeksə, üstünlük qüvvətində 5 plus 0 nəyəsə vurmaq lazım deyil. 1 vurursun 2 üstü 3 plus 1 vurursun 2 üstü 2 plus 1 vurursun 2 üstü 1 plus 1 vurursun 2 üstü 0. Deməli 32 buradır, 8 buradır. 4 burada, 2 burada, 1 də burada. Neçə elədi? Deməli 46, 47. Cavabımız oldu nə? A variantı. Aşağıdakı hesablamanın nəticəsi neçə baytdır? 800 bit 8-ə böldü. 8 bayt buradadır. 50 bayt da buradadır. Düzdürmü? 8 bayt nə edir? 8-ə böldünüz, 100 bayt buradadır. 100 bayt buradadır. Düzdür. Sol tərəfdə deməli 4 kilobayt bizdə neçə edir? 4096 bayt edir. 4 kilobayt və 4 bayt yazıbdır. Bunun üstünə siz 4 gələndə bu eləyəcək neçə? 4100 bayt. 4100 bayt. 4100 baytdan bunlar çıxmalıdır. Yəni 150-nin çıxmalıdır. Bundan da 150 çıxanda sizə verəcək 3950 bayt. Cavabımız Y variantı. 14. 256 rəng hissələrinin malik 2048 vurulsun 4096 ölçülü qrafik təsvirin həcmini hesablayın. Rəng hissələri 256-sı deməli 8 bitdir. 8 yazaq 2 üstü 3 vurulsun. 2048 yazdıq 2 üstü 11 vurulsun. 4096-da 2 üstü 12-dir. Cavabların hamısı megabaytlandı. Ona görə də bunu çeviririk megabayta böldük 2 üstündə 23-ə. Burayla gedəcək bu 23. Burada qalır 2 üstündə 3 yəni 8 megabayt. Cavabımız D variantı. Kilobaytın 1/4 hissəsindən ibarət məlumatda neçə bayt informasiya var? Kilobaytın 1/4 hissəsindən ibarət məlumatda neçə bayt informasiya var? Kilobaytdan siz bayta keçmək üçün vurmalısınız 1024-ə. 1024-ə yəni 2 üstü 10 yazdım sürətlə. Bu da 2 üstü 2-dir. İxtisar gələcək qalacaq 2 üstü 8 yəni 256 B variantı. Mənə elə gəlir, yoxsa güvəndəki suallar bundan biraz çətin idi ya normal. Düz ora da asandı idi amma buradakılar da elə sambalı deyil. RGB rəng modelində sarı rəngin kodunu müəyyən edin. Deməli RGB bunu necə tapırsınız? CMYK-nı da yazırsınız bura. Daha doğrusu CMY-ni yazırsınız, K-sı lazım deyil bizə. Bizdən sarı rəng istəyir, düzdür? Yellow. Sarı rəngin istiqamətinə hansılar düşmürsə, bax, red ilə green. Həmin onların qarışımı bizə nə verəcək? Sarı rəng. Yəni RGB-də biz sarını axtarırıq. CMYK-nı yazdım altına.
Y-nin istiqamətinə düşməyənlər hansılardır? Bu ikisidir. Bu ikisinin qarışımı. Yəni FF, FF, bu oldu red, bu green. B-yə isə 0, 0 yazırıq. Cavabımız da hansı olacaq? Y variantı. C17. Aşağıdakı yaddaş qurğularından hansının həcmi daha böyükdür? Keş yaddaş təbii ki, buradan çıxacaq. Disket heç 144, SD, DVD bunlar da ki, artıq demək olar istifadə olunmur. HDD. Burada SSD-ni yaxşı yazmayıblar. SSD-də də böyük yaddaşlar var. HDD-ni götürəcəyik burada. Müəyyən bir cihaz ədədi və ya mətn məlumatlarını çevirmək üçün proqrama köklənmişdir. İnformasiyanın çevrilmə qaydasını müəyyən edib sual işarəsinin yerinə nə yazılmalı olduğunu seç. Saxlayacağım, onu axırda baxacağam. Çox zəhləm gedirik. Konkret olaraq bu suallardan beləsinə elə bir sual yazaram ki, yəni və yaxud da siz də yaza bilərsiniz, fərq yoxdur. Yəni bu o demək deyil ki, nəyisə güclü bilirsən. Sual eləsinə bir sualdır ki, bunu yazan adam fikirləş ki, mən bu 43-dən bu 5-i necə alım? Bir dənə qanuna uyğunluq fikirləşir. Nə bilim, riyazi. Keçən dəfə nə bilim sözün sayı hərflərinin sayıdır. Azərbaycan dilinə gah inteqrasiya edirlər, gah ora, gah bura. Yəni elə bir sual yazarsınız ki, heç onlar tapa bilməz. Ona görə onu axıra saxlayıram, vaxtımız alacaq. Axırda baxaram. Bəlkə də asan bir şeydir, nədirsə, hər nədirsə maraqlı deyil mənə. Görəm adı olub məntiq. Sual obyektiv olmalıdır, kimisə şəxsi fikrindən asılı olmamalı. Deməli, gedək 19. Aşağıdakı yaddaş qurğularından hansı daha sürətlidir? Təbii ki, burada cavabımız keş olacaq. Keş yaddaş deməli prosesorun üzərində yerləşir. Məqsədi nə idi? Yəni siz məsəl üçün kompüteri yeni açmısınız, tutalım ki, Word açdınız. Məsələn deyirəm, Word açıldı, nə bilim 20 saniyə. Növbəti dəfələrdə açılacaq 15 saniyə, 10 saniyə. Çünki keş onun məlumatlarını saxlayır. Ta ki siz kompüteri söndürüb yandırana qədər. Həmin müddətə qədər, yəni o dediyim ilk açılışdakından daha sürətli formada açılacaq. Bunu edən hansıdır? Keş yaddaşdır. Aşağıdakı ədədlərdən hansı cütdür? Deməli, cüt əsaslı say sistemlərində sonu cüt olan cüt, sonu tək olan tək olur. Burada görürsünüz ki, A variantı cüt deyil, təkdir, 2 əsaslıdır. Bu 10 əsaslıdır, sonu 1-dir, təkdir. Bu 4-dür, sonu 2-dir, bu da cütdür. Bunun elə hamısı. Ya da hamısı cüt əsaslıdır. Tək əsaslılarda isə bunlar da heç. Tək əsaslılarda isə ədədin rəqəmlərinin cəmi cütdürsə cüt, təkdirsə tək. Burada elə hamısının əsası cütdür. Sonuna baxırsınız vəssalam. Aşağıdakı şəkildə məntəqələr arasında yol xəritəsi. Burada oxunmur. Əslində oxunur. Oxunur deyəndə bir ikisi oxunur. Bura A-dır, bu heç var, görsənir. Bura C-dir, bunu da görürəm. Buradır mı B, yoxsa buradır mı? Bu D-dir. Bu heç. Bizdən nə istəyir? Cədvəldə hansı nömrələrin qrafdakı AF məntəqələrinə uyğun ola biləcəyini müəyyən edin. AF düzdür. A-nı yazmışıq. F də bunlardan hansısa biridir. Buradakı görürsüz canlı bir şeydir nədirsə. Canlı bir şeydir. Kökdür bu. Bu B olar. Bu da C-yə oxşadı amma. Yox. Bu elə C-dir, bu 100% C-dir. Bu da nə bilim nədir. Bu da ki bir dənə xətt düşüb. Bir dənə xətt düşüb. Bizə nə məntəqələrinə uyğun ola biləcəyini. Uyğun ola biləcəyini deyirsə, uyğun ola biləcəyini deyirsə, o zaman bu belə çıxır ki, A ilə F, yəni mən dəqiqləşdirə bilməyəcəm də, A ilə F ayırd edə bilməyəcəm, uyğun ola bilər. Çünki bundan sınaqlarımızda da var. Deməli A kimi F-də 2 qolludur. 2 qollu sonunda bunu F götürəcəm. Buna da nəsə qoyaq da, nə hərf yazmamışıq. Bu da olsun E olsun da tutaq ki. Burada olsun F. Hə. Belə baxaq.
Ümid edirəm cavab çıxacaq. Nə istəyir bizdən? Verilmiş qrafdakı hər bir məntəqə cədvəldəki nömrəsinə uyğundur. Hansı nömrənin hansı təpəyə uyğun olduğunu bilinmir. Cədvəldə hansı nömrələrin qrafdakı ayıq məntəqələrinə uyğun ola biləcəyini müəyyən edin. Uyğun rəqəmləri artan ardıcıllıqla yazın. Hə, nəsə rəqəmləri tapacağıq. Hansılar uyğundursa, ki, dəqiq ayırd eləmək olmaz. Burada baxanda görürsüz ki, bu B yazdığımızda 4 dənə til çıxır. Cədvəldə 4 dənə hansıdır? 6-dır. Bura B-dir. 6-ya getdi B. Rəqəm üstünə yazmayaq deyəsən yaxşı oxunmadı. 6-ya getdi B. Deməli, B-yə birləşən iki tillilər elə aynən F-dir. Başa sala bildim. Bax, B-yə birləşən, bura gəlir, bura 3 tillidir. Bu da 3 tillidir. Amma bu A2 tillidir, F-də 2 tillidir. Yəni B-yə birləşən iki tillilər var ha, o elə aynən F-dir. Mənə də maraqlı deyil hansıdır. Sadəcə deyir uyğun ola biləcəyini müəyyən edin və uyğun rəqəmləri artan ardıcıllıqla yazın. Füsur rəqəmləri tapacağıq, artan ardıcıllıqla da yazacağıq. İndi B-ni biz tapdıq. B-yə baxıram, baba, burada 3 dənə til var. Görürsüz, bu mənlik deyil. Gəldim buradan baxıram, bu da 3 dənədir, mənlik deyil. Gəldim buradan baxıram, görürəm bu 2 dənədir. Mənə lazımdır. Gəldim buna baxıram, bu da 2 dənədir, bu da mənə lazımdır. Tapdım ki, 3 ilə 4-dən hər hansısa biri A-dır, hər hansısa biri F-dir. Ayırd eləmək bizə lazım deyil. Bunu da deyir artan sırayla düz 3 4 olacaq. 34 cavab çıxdı. Ümid edirəm ki, bu formada da olubdu sual. 2/5 plus 2/3 onluq ədədinin ikilik say sistemindəki yazılışında neçə ədəd sıfır rəqəmi iştirak edir? 2/5 deməli ədədinin ikilik say sistemi. Heç nə, 2/5 bu 6 rəqəmli bir ədəddir. Yəni 2/5-dən bir dənə, 2/4 0, 2/3-dən bir dənə, 2 0, 1 0, 2 0-da 0. Bu 6 rəqəmli ədəddir. Və yaxud da burada ən böyüyünə baxırsınız, 5-dir. 5 plus 1 bərabər də 6 rəqəmli ədəddir. Və ədədin rəqəmlərinin burada görsənəni birlərdir. Bax, 2 dənə 1 var burada sizdə. 2 dənə 1 var. 6-dan da siz 2 çıxanda sizə 4 verəcək. Cavabınız deyir 4. Yəni bunu belə yazmamış da görə bilərsiniz. Aydın oldu yəqin ki. Ən böyük 5-dir. 5 plus 1 6 rəqəmli bir ədəddir. Rəqəmin 2 dənəsi buradadır. 6-dan 2 çıxdı. Gerdə qalanlar onsuz da sıfırlardır. B variantı eləmiş olur. 20 sonluq say sistemində verilmiş 312 ədədi ilə bağlı doğru fikirləri seçin. Ədədin informasiya həcmi 9 baytdır. 9 baytdırmı? 9 baytımız bizdə neçə bit edir? 9 dəfə 8 72 bit. 312 ədədi deməli 312 ədədi neçə bit edir? 256 ilə 512-nin arasında düzdür. 256 bizdə onsuz da 9 bitdir. 256-dan düz o tərəf hamısı 9 bitdir. Nəsə də bu 72 bit onsuz da istəyir görsənir. 9 bit yazsaydı hə düz olardı. Bu getdi, bu səhvdir. Ondan sonra ikilik say sistemində bu şəkildə yazılır. Bu bir də çevirək. Nəysə yox çevirək. Deməli istəsəz belə-belə də gedə bilərsiniz. Və yaxud da ki 2-nin qüvvətlərini yazıb çıxa-çıxa da gedə bilərsiniz. Fərqi yoxdur indi. Ürəyiniz hansından istəyir. Keçən dəfə göstərdiyim kimi 2 üstü 0 1-dir. 2 üstü deməli 1 2-dir. 4-dür, 8-dir, 16-dır, 32-dir, 64-dür, 128-dir, 256-nı yazırıq, bəsdir. Çünki 512-ni yazsam artıq mən 312-dən 512-ni çıxa bilməyəcəm. Aydındır. İndi 312-dən 256-nı çıxa bilirəm, düzdürmü? Üzərinə yazıram 1. 312-dən 256 çıxanda məndə deməli qalacaq neçə? 56. 56-dan 128-i çıxa bilmirəm. 56-dan 64-ü çıxa bilmirəm. 56-dan 32-ni çıxa bilirəmmi? Bəli, çıxa bilirəm. Əlimdə neçə qalacaq? 24. 32-ni çıxa bildim deyə üstünə 1 yazdım. 24-dən 16-nı çıxa bilirəmmi? Bəli, çıxa bilirəm. Üstünə yazıram 1. Əlimdə neçə qalır? 8 qalır. 8-dən 8 çıxa bilirəmmi? Bəli, çıxa bilirəm. Əlimdə də heç nə qalmadı. Onları da yazdıq bura. Bu oldu mənim ikilik say sistemində ədəd. 100, 111, 3 dənə də 0 belə.
Desəz indi belə-belə də gedə bilərsiniz. Nə tərsdir siz eləsinə deyin. Nəysə, indi 2-də gördük ki, səhvdir. İkilik yazılışındakı sıfırların sayı birlərin sayından 1 vahid çoxdur. Çevirmişik, baxaq. Burada görürsünüz ki, sıfırların sayı 5 dənədir, birlərin sayı 4 dənədir. 1 vahid çoxdurmu? Bəli, çoxdur. 3 doğrudur. Cüt ədəddir. Onluq say sistemi 312 təbii ki, cütdür də. 4 də düzdür. 16x say sistemində 129 kimi və yaxud da 129 kimi ifadə olunur. Gəlin bunu da burada çevirək 16 ilə. Sağdan 4 4 biz bunu ayırsaq, deməli birinci oldu 1, ikinci olacaq 3, axırıncı da olacaq neçə? 8. 1 3 8 kimi olmalıdır. Deməli 5-ci də səhvdir. Cavabımız 3 və 4 olmuş olur. Alqoritmin girişinə n onluq ədədi daxil edilir və aşağıdakı əməliyyatlar ardıcıllıqla icra olunur. Bu ədəd dörtlük say sisteminə çevrilir. Alınan ədəddən bütün sıfırlar silinir. Alınan ədəd onluq say sisteminə çevrilir. 48 onluq ədədi daxil etsəniz, nəticə onluq say sistemində nəyə bərabər olur? Heç nə, 48 bu ədəd dörtlük say sisteminə çevrilərsə, 48-i siz bölsəz 4-ə, 12 dəfə, düzdürmü? 12 dəfə 4-ümüz 48, burada qaldı 0. 12-ni bölsək biz 4-ə, 3 dəfə 4-ümüz 12, burada qaldı bizə 0 və salam. Bu da deməli 3, 0, 0. Ondan sonra nə deyir? Ədəddən bütün sıfırlar silinir. Sıfırları sildik. Alınan ədəd onluq say sisteminə çevrilir. Alınan ədəd 3-dür. Elə 3 onluq say sistemində də var, yəni heç nə eləməyəsiniz. Cavabınız olur neçə? 3. Elə onluq say sistemində də. Deməli 25-ci sual. 8 üstü 6 plus bu 16 üstü 5'dir. Plus 9. 8 üstü 6. 8 yazırıq 2 üstü 3 üstü 6 kimi. Plus 16 yazırıq 2 üstü 4 üstü 5 kimi. Plus 9 yazırıq 2 üstü 3 üstü 1 plus 2 üstü 3 üstü 0 kimi də beləsin. İndi 8 üstü 6'dır. Plus bu 2 üstündə 20'dir. Plus 8 üstü 1'dir. Plus 8 üstü 0'dır. 2 üstü 20'ni də yazacağıq. Deməli, buradan beləsini yazaq. 2 üstü 3 üstü 6. Bu bize 18 verildi. Vurulsun 2 üstü 2. 2 üstü 20'ni verdi bu bize. 8 üstü 6 plus 4 vurulsun 8 üstü 6 plus 8 üstü 1 plus 8 üstü 0. Burada da gördüğünüz kimi 8 üstü 6 5 vurulsun 8 üstü 6'dır. 5 dənədir. Plus 8 üstü 1 plus 8 üstü 0. Bu neçə rəqəmli ədəddir? Bayaq hansısa sualda demişdim. 6'dır. Plus 1 7 rəqəmli ədəddir. Rəqəmin 3 dənə, ədədin 3 dənə rəqəmi burada görsənir. Dənəsi buradadır. 7-dən 3-ə çıxanda sizə neçə verəcək? 4 vermiş olur. Bizdən sıfırların sayını istəyir də. Yəni elə bayaqki sualdandır. Mənim yuxarıda aralardaydı. 26. A nöqtəsindən C nöqtəsinə F nöqtəsindən keçməyərək neçə müxtəlif yol var? F-in onda bütün girişini çıxışını bağlayaq. Aha. A-nın çıxışlarına 1 yazdıq. Deməli B-yə 1 gəldi, bura 1 verdi. Bu da buradan 1 verəcək. B deməli C-yə 1 veribsə C də 1 verir, bura 1 verir. K-dan deməli bura 1 gələcək. L deməli 2 verir, burada 2 verir. H təzədən bu 2-ni ötürdü bura. Vəssalam, G-yə gələn bütün yollar artıq məlumdur. Baxın bunlardır. Bunları da toplayanda sizə neçə verir? 5 vermiş olur. 26. Uyğunluğu müəyyən edin. Yaddaş qurğusu, giriş qurğusu, çıxış qurğusu. Deməli plotter çıxış, A getdi bura, mikrofon giriş, B getdi bura, disket yaddaş, C getdi bura, mouse giriş, D getdi bura. Proyektorda çıxış, 3-ə də getdi E variantı. Davam eləyək. 512 simvol əlifba ilə yığılmış sənədin informasiya həcmi 63 kilobaytdır. Bu sənəd Unicode-da yığılarsa, failin informasiya həcmi neçə kilobayt olar? Deməli 63 vurulsun 213 kilobayta keçirdək. Çünki 512 209-dur. Biz bunu 9 bitə bölməliyik də. Ona görə keçirdik bunu bitə. Yaxşı, indi bu bizə nəyi verdi? Bu. Həcmi böldüksə bir pikselin həcminə, daha doğrusu bir simvolun həcminə. Bu bizə verdi nöqtənin sayını.
İndi bu nöqtənin sayını deyir ki, Unicode-da yığacağıq. Vururuq 2 bayta. İndi bu bizə byte-la verib təcmi. Cavabda da bizdən kilobaytla istəyirdi. Bölməliyəm byte-dan da kilobayta keçəndə 2 üstündə 10-a. 2 üstə 10-dan 2 üstə 13 getsə, yuxarıda qaldı deməli. Bundan da 63 getsə burada qaldı 7. 7 vurulsun 2 üstündə 3 vurulsun 2. Bu da neçə yer? 7 vurulsun 2 üstündə 4-də, yəni 7 vurulsun 16. 7-ni də 16-ya vuranda eləyəcək 112. 112 kilobayt. 16 say sistemində verilmiş 21 rəqəmli ən kiçik ədədi 8-lik say sisteminə çevirdikdə neçə rəqəmli ədəd alınacaq? 16-lıq say sistemində verilmiş 21 rəqəmli ədədi 21 rəqəmli ən kiçik ədəd. Yəni 16 üstündə 20-dir bu. Yəni bu 1 dənə 1, 20 dənə 0 deməkdir. 21 rəqəmli ədəddir. Bunda yazırıq 2 üstündə 4 üstü 20 kimi. Bunda yazırıq 2 üstündə 80 kimi. 2 üstü 80-i də təzədən yazaq. 2 üstü 3 üstü 80-i biz 3-ə bölsək neçə dəfə tam yerləşəcək? 26 dəfə 78 edəcək də, düzdür? 2 üstü 3 üstü 26, 78 edəcək. Bunda vuraq 2 üstü 2-yə ki, bizə 80-i versin. 280-i versin. Bu da neçə edəcək? 4 vurulsun 8 üstü 26. Bizdən nə istəyirdi? Neçə rəqəmli ədəd olacaq? 26-da 26 plus 1, 27 rəqəmli ədəd olacaq. Bayaq dediyimiz kimi, yenə bunu plus 1 ilə götürürsünüz. Cavabımız neçə edir? 27. 30 deməli 41x plus 5 olacaq bu. Bərabərdir 21 16-lıqda. Vurma olası deyildi. Vurma olsa 5x yazardı yəqin ki. Yazılışına görə sol tərəfin hansı say sistemində olduğunu müəyyən et. Sağ tərəfə onluğa biz keçsək, neçə edir? 2 vurulsun 16 üstü 1 plus 1 də bu 33 edəcək. Düzdürmü? 33 onluqda eləyəcək. Sol tərəfə də keçirsək, deməli 4x plus 20 plus 1. Düzdürmü? Bərabərdir neçəyə? 33-ə. Buradan da deməli 4x plus 21 bərabərdir 33-ə. 4x bərabərdir 33-dən 21 çıxanda 12. X də bərabərdir 3-ə. Biz x-i tapdıq. Amma deyir ki, sol tərəfin hansı say sistemində? Bu x plus 5 axtarırıq. Biz indeks axtarırıq. X-in də yerinə gətirib 3-ü qoyursunuz. 3 plus 5 sizə neçə vermiş olur? 8 vermiş olacaq. Cavabımız olur 8. Burada bir dənə sual qalmışdı. Açıq heç baxmaq da istəmirəm. Deməli, bura bəlkə mənə nəsə kömək eləyər. Çünki 4 ilə 3 ilə 3 ilə 4-dən eyni nəticəyə gəlibdir bu. Düzdür, eyni nəticəyə gəlib. Nəsə yəqin ki, kvadratları, kubları ilə hasilləri 4, 3 sıfırsız 12, 12-dən 5 ala bilərsiniz. Tutaq ki, 4 vurulsun 3, 12, 12-dən 2 çıxsız 5, 2 vurulsun 0, 0 edir. Buradan nəsə ala bilmirsən. 4-ün kvadratı 16. 16 üçün kvadratı 9. Hə, beləsini alır da. 4-ün kvadratı 16, 3-ün kvadratı 9. Cəmi bizə 25 verir. 5-in də kvadratı bizə 25 verir. Burada təbii ki, yenə 3 ilə 4 eyni şey verəcək. Burada həmin söhbətdir. 2-nin kvadratı, burada da 2-nin kvadratı eyni olacaq. Onda deməli belə çıxır ki, burada 6-nın kvadratı 36 plus 8-in kvadratı neçədir? 64. 64 plus 36 bizə neçə verir? 100 verir də, düzdür? 100 verirsə onda burada 10 olmalı ki, onun da kvadratı bizə 100 versin. A variantı. Bura üçün də onsuz da ödənir. A variantı amma dediyim kimi dəxilsiz suallar. Eləsi olur ki, çaxtar-axtar çıxası vəziyyət deyil yəni. Belə izlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın. Hələlik.